Turxan Allahverdiyev 5 aprel 1996-cı ildə Gədəbəy rayonunun İnəkboğan kəndində anadan olub. O 2014-cü ilin aprel ayının 8-də Gədəbəy rayon hərbi komissarlığına çağırılıb. Hərbi xidmətini Milli Qvardiyada göstərib. 2015-ci ilin oktyabr ayında təxris olub. 27 sentyabr 2020-ci ildə Vətən müharibəsi başlayıb. Turxan Allahverdiyev könüllü olaraq döyüş bölgəsinə yollanıb. Şuşada gedən döyüşlərdə düşmənə sarsıdıcı zərbələr indirib. Qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə yüksəlib. Turxan noyabr ayının 12-də doğulduğu Gədəbəy rayonunun İnəkboğan kənd qəbristanlığında dəfn olunub. Azərbaycan ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamlarına əsasən Turxan Allahverdiyev ölümündən sonra vətən uğrunda Şuşanın azad olunmasına görə medalları və 3-cü dərəcəli vətənə xidmətə görə ordeni ilə təltif edilib.